Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli. Allahümme allimna bima yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Allah həmd olsun möhtərəm qardaşlar. Gözəl günləri yaşayırıq. Hansı ki Zilhiccə ayının 10 günlərindəyik. Necə ki Rəbbimiz Qurani Kərimdə o günlərə xatırlayır və and içirdir ki vəl fəcr və ləyalin aşr 10 günlər haqqını getirir. Fəcr surəsinin 2-ci ayət kəriməsində və təfsir alimləri bu ayət kərimənin Zilhiccə ayının 10 günlərinə gəldiyini təfsir edirlər. Həqiqətində çox fəzilətli günlərdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki مَا مِنْ اَيَّامِ الْعَمَلِ الصَّالِحِ اَحَبُّ اِلَى اللّٰهِ مِنْ هَذِهِ الْاَيَّامِ Allah subhanehu ve teala'ya əməllərin ən sevimli olan günləridir deyə Allah Resulü buyurur hədisində. Bu 10 günlərdə olunan əməllər Allah subhanehu ve teala'ya ən sevimli olan əməllərdir. Və soruşurlar sahabələr ki ya Resulallah وَلَا الْجِهَادُ فِي سَبِيلِ اللّٰهِ Yəni cihad, Allah yolunda cihad etməkdən daha mı fəzilətlidir? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki وَلَا الْجِهَادُ فِي سَبِيلِ اللّٰهِ Bəli, cihaddan daha fəzilətlidir. Bir şey istisna edir Allah Resulü deyir. İlla raculun xaraca bi nefsihi ve malihi ve lem yerci' bi zalika fi şey. İlla o kəs ki Allah yolunda çıxar, malı ilə, canı ilə və heç nəyi ilə qayıtmaz. Və hər şeyini Allah yolunda itirər və bundan başqa. Və bu hədisdə, bu ayət kərimə də bizlərə göstərir ki, bu 10 günlər çox fəzilətli günlərdir, möhtərəm qardaşlar. Bu günləri dəyərləndirməliyik. Xeyir əməllərlə, fəzilətli əməllərlə və bu günlərin sonunda Ərəfə günü gəlir. Ərəfə günü, hansı ki Müslümdə hədis gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki Siyamu yevmi arafe ehtesibu alallahi en yukeffira senetel qablehu ve senetelleti ba'de. Ərəfə günü oruç tutmaq bir il keçmiş və bir ildə gələcək günahlara kəffarədir, bağışlanmasına səbəbdir. Və görün nə gözəl günlərdir. Və çalışmalıyıq ki bizim üzərimizə düşən odur ki bu günləri dəyərli keçirək. Oruç tutmaqla, xeyr əməllər etməklə, ibadətlərimizi daha da artırmaqla və sədəqələri artırmaqla və başqa günlərdən daha fərqli bu günləri daha dəyərli, daha gözəl keçirməliyik. Çünki xeyirli günlərdir, əzəmətli günlərdir və ildə bir dəfə bu günləri mömin yaşayır. Və bizlərə də tövsiyə olunan odur ki, bu günləri xeyirli yaşayaq, gözəl yaşayaq. Ola bilsin ki, Allah subhanehu ve teala bizləri qəbul etsin, günahlarımıza kəffarə olsun. Necə ki hədisdə də gəldi ki, Müslümdə gələn hədisdə, Ərəfə günün orucu günahları bağışlanmasına səbəbdir. Və müminin bu dünyada ondan daha çox istədiyi heç nə yoxdur. Hər birimiz istəyirik ki, günahlarımız bağışlansın. Allah subhanehu ve teala bizləri əff etsin. Və bu da fürsətdir bizim üçün. Ərəfə orucu və həmçinin də bu günlərdə etdiyimiz bütün əməllər, bu xeyir əməllər bizim üçün çox faydalıdır və günahlarımızın bağışlanması üçün çox böyük bir fürsətdir. Allah hər birimizə bu günləri gözəl keçirməyə müvəffəq etsin. Allah subhanehu ve teala bizləri bağışlanan qullarından etsin. Sallallahu ve sellem ala nebiyyina ve habibina.